Herkese salam, kanalıma xoş gəlmisiniz. Dünən axşam yeni temi bağlamalarım gəldi. Bunlar artıq sonunculardır. Onları da istədim birlikdə açaq. İşdən yeni gəlmişəm. Bugün birlikdə açaq. Daha sonra evdən çıxacağım. Yəqin ki, videonu axşama doğru editləyib paylaşarım. Çox bir məhsul deyil. Bir kombin hazırlamışam. O kombinin parçalarıdır. Kırmızı tonlarda ceketdir, ayakkabı ve çanta. İnşallah birbirine uygun gələr tonları, renklərdə. Xarici bir bloggerdə gördüm və uyğun qiymətli məhsullarla hazırlamaq istədim. Baxın, bu çantanın boyutu çox qəşəngdir. Keçən dəfə sifariş elədiyim ağ çox balacaydı, amma bu qəşəngdir. Ölçüsü yaxşıdır. İçinin genişliyi, belə də çiynindən asmaq üçün var. Bu şəkildə bəyəndim mən. Daha sonra yine kırmızı bir ayakkabı. Ümid edirəm ki, bu ayakkabının ölçüsü mənə uyğun gələcək. Geçen dəfə qızlar məni qorxutdular ki, Temu'dan gələn ayakkabıların ölçüsü çox kiçik olur, ayaq ölçüsünə uyğun gəlmir və s. Amma keçən dəfə sifariş elədiyim krasovka tam oldu ayağıma. Hətta deyə bilərəm ki, həyatımda belə rahat ayaqqabım olmamış. Aha, telefonun yaddaşı da olmuşdu, ona görə yeni videoya başladım. Altında belə 39 ölçü yazılır. Ümid edirəm ki, bu ayaqqabı da olacaq. Üstü zamurdu. Qəşəngdir amma. Bəyəndim onu da. Daha sonra belə bir rengindən cəketdir. Qırmızı renkdə. Mən bunu daha çox belə atmaq üçün belə bir şey istəyirəm. Rengi kamerada deyəsən çox belə qışqıran qırmızı kimi düşür, amma o kadar da kırmızı değil. Yani renk tonu güzeldi. Böyle üstüne hiç şey kaldı. Her siparişimde bilirsiniz ki, kızım üçün nəsə almasam özümü vicdansız ana kimi hissediyorum. Bu dəfə də dedim, balaca da olsa onun üçün də bir şeyler alım. Onun için de eynəklər almışam belə. Ne maraqlıdır. Müxtəlif renkleri var idi. Mən bu renkleri seçtim. Biri belədir, qara. Sonra biri belə çəhrayı rəngdədir. Bu da çəhrayı tonlarda. Böyle qara formada. Bundan özümdə də var, eyni geyinib istifadə edə bilərik. Bir də aksesuarlardır. Böyle bir şeydir. İri üzüktür. Beğendim. Teşekkür. Sonra onun sırğalarıdır. Ama sırğalar daha balacaymış. İri gözləyirdim. Bu şəkildədir. Bir də dəst şəklində üzüklərdir. Parmağımda taxın göstərmişsin. Yerini değişmək olar. Şəkildə necə yadımdan çıxıb. Neyse ki belə. Parmaq uçlarına taxırsam da var bəzilərində. Bu şəkildədir.
Bunun mən əslində yaşıl rəngini bəyənmişdim. Yaşıl rəngi. Belə. Amma düşündüm ki, yaşıl rəngini kombinləmək çətin olacaq. Nə ilə istifadə edəcəm. Ona görə də belə ağ rəngini, şəffaf rəngini aldım. Belə bu şəkildə görürsünüz ki, məhsullarda bu qədər bitdi. Gələn videolarda görüşərik. Videolarımı bəyənib kanala abunə olmağı unutmuruq. Və rəylərdə yaza bilərsiniz, nə tipdə videolar çəkməyimi istəyirsiniz, hansı mövzular haqqında danışmağımı istəyirsiniz. Bunlar mənim üçün çox önəmlidir. Sağ olun, salamat qalın. Hələlik.